Doktor, demək əvvəl mən problemlərim danışmışdım sizə. Narahatçılığım çox idi. Ən çox bağırsağımda son vaxtlar ağrılar oldu. Mən uzun müddət müalicə almışam. Kimyəvi dərmanlar çox qəbul eləmişəm də heç bir effekt olmadı. 3 ilə yaxın idi ki, heç müalicə almırdım. Əsəbləşdim ki, nə qədər dərman yemək olar. Müalicələri saxladım. Sonralıdan nəsə bağırsaqlarımda narahatçılıq oldu, ağrılar oldu. Ağrımda yüngül ağrılar, elə güclü ağrılar olmurdu. Yüngül ağrılar, narahatçılığım çox olurdu. Sonra məndə ürəyimdə belə döyüntülər olurdu, halsızlıq, əzginlik, başım çox narahat olurdu. Ona görə mən də qohumların köməkliyi ilə Allah can sağlığı versin sizə. Sizi tapdım, indi siz müalicə eləyirsiniz. Yəni o narahatçılıqlardan indi demək olar ki, bağırsaqlarımda az bir hiss eləyirəm, az. Əvvəlkindən bir çoxu nə qədər fərq eləyir. Bütün də nə hallarım olursa, ürəyimin zəifliyi, halsızlıq, ürəyimin xarab olmağı azalıb, çox azalıb. Hər şey qaydasına düşür də, şükür Allaha yavaş-yavaş. İndi bir dənə başımda biraz narahatçılıq olur, sıxılmalar, göynəmələr. O da qaydasına düşər inşallah. Belə doktor, yəni ki, razıyam da, Allah köməyiniz olsun. Xeyri çox var. Əvvəllər heç bir iş görə bilmirdim. Elə halsız, narahat olurdum, gedib uzanırdım. İndi şükür Allaha işimə gücümə gedirəm. Bir də boğazımdakı o deyirdimi sizə, o narahatçılıq, göynəmə, o da şükür tamam demək olar ki, cüzvi bir hissəyə qalıb, qalan qaydasındadır. İndi belə müalicəmi də inşallah davam elətdirərəm də doktor. Bir də doktor, bir dənə onu mən bilmirəm sizə demişdim, deməmişdim. Məndə bir 10 il bundan qabaq olardı. Üzəyə keçmişdim yaddan, boğazımda demişdi, həkim demişdi guya düyün var da, zob düyün var, xırda düyündür. Həkim özü də dedi ki, problem deyil. Elə şəxsən mənim özümdə də demişdi o var. Nəsə onun müalicəsini almadım. İndi bilmirəm bu boğazımdakı narahatçılıq o da daimi olmur da, arada bir olur. Bu göynəmələr də bilmirəm indi zobla əlaqəlidir, yoxsa farengetdir. Bu 2 şeyləri bilmirəm. İndi xahiş edirəm o əgər imkandırsa məlumat verərdiniz o barədə görüm hansıdır, nədir? Çox sağ olun, Allah razı olsun.